Sonra favorilərimi göstərim. Bundan bir çox demişəm. Bundan bir 2-2-3 istəyirəm. Hətta anama da bir də verdim bundan. Bunu mənə anam tanış eləyib. Çox gözəldir. Bu nədir? Bu paltarın üstünə düşən bax ləkə, vişnə, ən getməyən nədir? Pomidor ləkəsi, tomat ləkəsi, nar ləkəsi, nə bilim, şərab ləkəsi. Yəni bu ən ağır belə ləkələri. Bax özdə rəngli və ya rəngsiz fərqi yoxdur. İstər ağ olsun, ağın üstünə rahat da domestosda ağardıcı xlor tökürsən açılır. Amma rəngli paltarın üstünə ləkə düşdü, getməyə çətindir. Bax ondan rəngli paltarınız belə olsun. Ondan bir damcı qoyun üstünə, biraz gözlədim, 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə. Bütün ləkələri aparır. Yəni bu dəhşət məhsuldur da. Yəni Faberlic'in favorim budur. Sonra bu üst tonikidir. Sonra bu da təbii ki püfürlər içində. Eyni şeyin püfovkasından soba üçün olanıdır. Qazın üstünü. Bax eyni bu paltar üçündür, bu da soba üçündür. Sevirəm sizi Faberlic.